Salam, hər vaxtınız xeyir əziz üçüncülər, videonu izləyən valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim izah məchulun tapılması mövzusu ilə bağlı olacaq. Vaxt itirmədən gəlin ilk öncə toplama, çıxma, vurma, bölmənin komponentlərini, daha sonra isə tapılma qaydalarını, ondan sonra isə test və tapşırıqlarına baxaq. Deməli, uşaqlar, toplamanın komponentlərini biz bilirik ki, toplanan cəm. Çıxmanın komponentləri azalan, çıxılan, fərq. Vurmanın komponentləri vuruq, hasil, bölmənin komponentləri isə bölünən, qismət olmuş olacaq. Məchul toplananı tapmaq üçün cəmdən digər toplananı çıxırıq. Azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlirik. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. Məchul vuruğu tapmaq üçün hasili digər vuruğa, yəni məlum vuruğa bölürük. Bölünəni tapmaq üçün qisməti bölənə vururuq. Böləni tapmaq üçün isə bölünəni qismətə bölürük. Deməli, uşaqlar, istəsəniz videonu dayandıra özünüz üçün qeydlər apara bilərsiniz. Gəlin elə ilk sualdan başlayaq. İlk sualda deyir, məchul vuruğu tapın. Məchul vuruğu tapmaq üçün, deməli, qisməti digər vuruğa bölürük. Yəni, 20-ni 4-ə bölüb 5 almış olaraq cavabımız B variantı. Məchul bölünəni tapın. Bölünəni tapmaq üçün qisməti bölənə vururuq. Bu deyilir 24. Deməli, məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. Bu deyilir 5. Cavab A variantı. Məchul olan misala uyğun ifadə hansıdır? Deməli, bu ədədi 5-ə vurduqda 35 alınır. Bu ədədi 5-ə vurduqda 35 alınır. A variantında bizə göstərilmişdir. 5-də bizə deyir ki, vuruqlardan biri 6, hasil isə 18-dir. Yaxşı, məchul vuruğu tapın. 18-i 6-ya bölərik. 18-də 6-ya böləndə 3 eləmiş olacaq. Baxırıq digər tapşırıqlara. Cədvəli tamamlayın. Böləni tapmaq üçün bölünəni qismətə bölürük. Bölünəni də qismətə böləndə, yəni 56-nı 7-yə böləndə 8 eləmiş olacaq. Məchulu tapın. Yaxşı, ilk öncə uşaqlar, burada özünüzü çaşdırmayın. İlk öncə sağ tərəf hesablanır. Yəni 3-ü 5-ə vururuq, eləyir 15. Buranı 15 kimi düşünün. Daha sonra başlayın hesablamağa. 15-dən 6 çıxın, yəni məchul toplanan tapmaq üçün cəmdən digər toplanan çıxılır. Bu da eləyəcək 9 B variantı. Sual işarəsinin yerinə hansı ədəd yazılmalıdır? 49 var, 7 var. 49-u 7-yə bölsək eləyəcək 7. Deməli olacaq A variantı. Məchul toplananı tapın. Məchul toplananda tapmaq üçün cəmdən digər toplananı çıxırıq. Eləyəcək 3A variantı. Gülnarə düymələri hər birində eyni sayda olmaqla 5 qutuya yığdı. Hər qutuda 6 düymə oldu. Gülnarə qutulara cəmi neçə düymə yığdı? Deməli, bölmə deyirsə, deməli, düymələr hər birində eyni saydadır, bilinmir nə qədərdir. 5 qutuya yığdı, hər qutuda da 6 düymə oldu. Gülnarə qutuları cəmi neçə düymə yığdı? 6-nı 5-ə vurarıq, eləyəcək 30B variantı. Uşaqlar, test bu qədər. İndi çalışmalara birlikdə baxaq. Deməli, məchul vuruğu tapın. 42-ni 6-ya bölək, eləyər 7. Daha sonra 27-ni 3-ə bölək, eləyər 9. 21-i 7-yə bölək, eləyər 3. 45-i 5-ə böləndə 9. 64-ü 8-ə böləndə 8. 45-i 9-a böləndə 5. 18-i 2-yə böləndə 9. 36-nı 4-ə böləndə eləyəcək 9. Məchul bölünəni tapın. Məchul bölünənləri təbii ki də tapmaq üçün qisməti qisməti bölənə vururuq. 27. Deməli, 5 dəfə 5 25. 7 dəfə 5 35. 4 dəfə 6 24. 2 dəfə 8 16. 6 dəfə 7 54. Daha doğrusu 7 dəfə 6 42. Niyə çaşdım mən? 42. 3 dəfə 8 24. Daha sonra 8 dəfə 72. Boş xanalara uyğun ədədləri yazın. 36-dan 25 çıxmalıyıq biz burada, eləyər 11. Daha sonra 48-dən 19 çıxırıq, üzr istəyirəm.
Deməli, 48-dən 19 çıxanda eləyər 29. Daha sonra 50-dən 15 çıxanda eləyər 35. 76-dan 49 çıxsaq əgər eləyəcək 27. Daha sonra 84-dən 32 çıxsaq eləyəcək burada 52. 93-dən 21 çıxanda eləyər 72. 63-dən 42 çıxanda eləyər 21. 28-dən də 10 çıxanda eləyər 18. Daha sonra ifadələrə uyğun məchul misallar yazın və həll edin. Yaxşı. Hansı ədəd ilə 8-in hasili 72-yə bərabərdir? Təbii ki də buradan da 72-ni 8-ə bölərik, 9 olmuş olacaq. 25-dən hansı ədədi 25-dən hansı ədədi çıxsaq 19 alınar? Təbii ki də 25-dən 19 çıxıb 6 cavabını almış olarıq. Daha sonra hansı ədəd deyəndə uşaqlar bilinmir. Hansı ədəd ilə 18-in cəmi 40-dır. Buradan da 40-dan 18-i çıxıb, deməli 22 almış olarıq. 23-ün üstünə 18 gələndə eləyir 40. 48-i hansı ədədə bölsək 6 alınar. Təbii ki də 48-i 6-ya bölərək 8-i tapmaq mümkündür. Daha sonra baxırıq 5-ci tapşırığa. Deməli, 12-dən 6 çıxanda 6. Daha sonra 63-ü 9-a böləndə eləyir 7. 48, daha doğrusu 4-ü 8-ə vursaq, 8-i 4-ə vursaq eləyir 32. 56-nı 8-ə bölsək eləyir 7. 48-i 8-ə bölsək 6. Daha sonra 32-dən 15 çıxarıq burada. Eləyər 17. 35-dən 25 çıxacaq eləyəcək 10. 71-dən də 44 çıxanda eləyər 27. Daha sonra baxırıq digərlərə. 6-da deyir uyğunluğu müəyyən et. Uyğunluğu müəyyən eləsək, bu ədədi 7-yə vurduqda 21 alınır. Hansı ədədi 7-yə vuranda 21 alınır? Təbii ki də 3-ü. 40-ı bu ədədə böldükdə 8 alınır. Təbii ki də 40-ı 5-ə böləndə 8 alınır. 16-dan bu ədədi çıxdıqda 9 alınır. 16-dan 7 çıxanda 9 alınır. Bu ədədi 5-ə vurduqda 45 alınır. 5 dəfə 9 45 eləyir. Bu ədədi 10-a böldükdə 5 alınır. Təbii ki də 50. 35-in üzərinə bu ədədi gəldikdə 75 alınır. Təbii ki də 40-dan söhbət gedir. 7-ci tapşırığa baxırıq. 7-də bizə deyir ki, məchulu tapın. 36-dan 6-ya bölürük. Eləyir 6. 14-dən 8-i çıxırıq. Eləyir 6. Niyə çıxırıq ki? Üstünə gəlir üzürlü sayın. Eləyir 22. Daha sonra 24-dən 15-i çıxırıq burada. Eləyir 32. Daha doğrusu 9. Üzürlü sayın. 43-dən 27 çıxsaq biz əgər eləyəcək 16. 29-dan 18 çıxsaq eləyər 11. Daha sonra 54-ü 9-a bölsək eləyər 6. Daha sonra 18. Burada 5 olmuş olacaq. Məsələlərə baxaq uşaqlar. Deməli, birinci məsələdə deyir, qonaqlar hər masada 8 nəfər olmaqla bir neçə masada əyləşdilər. Cəmi 70, bir neçə masada əyləşdilər. Cəmi 72 qonaq varsa neçə masa var? 72-ni də 8-ə bölərik, eləyər 9. Deməli, neçə masa var? 9 masa olmuş olacaq. 42 metrlik lenti bərabər hissəyə bölünür. Hər hissə 7 metr uzunluğunda oldu. Lent neçə hissəyə bölündü? 42-ni bərabər sayda bölüblər, 7 düşüb. Bilinmir nə qədər hissə var. Deməli, 42-ni 7-yə bölərək 6 cavabını almış olarıq. Həyətdə uşaqlar 4 sırada düzüldülər. Hər sırada 7 uşaq oldu. Həyətdə neçə uşaq var? Deməli, təbii ki də 4 vurulsun 7, eləyər 28. Digərinə baxırıq. Kisədə 35 kiloqram un var. Şirniyyatçı hər bir neçə kiloqram istifadə etdikdə sonra kisədə 21 kiloqram
un qaldı. Şirniyyatı neçə kiloqram un istifadə etdi. Deməli uşaqlar burada nə edəcəksiniz? 35-dən çıxacaqsınız 21-i. Bu da olacaq 20, daha doğrusu 14. 14 eləmiş olacaq. Bu da bizim sonuncu məsələmizin həlli. Digər məsələlərə baxaq uşaqlar. Test 20 yəni. Test 20-də deyir ki, bu məsələ həllidir. Ona görə biraz diqqətli olun. Deyir ki, sinifimizdə 4 oğlan, oğlanlardan 6 dəfə çox qız oxuyur. Dəfə deyirsə uşaqlar, vahid, dənə, nəfər çox desəydi toplayardıq, amma dəfə çox deyirsə vururuq. 6 dəfə 4, 24 eləmiş olacaq A variantı. 3 məsələ bundan 6 dəfə çox misal həll etməliyəm. Neçə misal həll etməliyəm? Deməli, 3 məsələ həll eləməliyəm. 6 dənə də çox, yəni 6 dəfə çox daha doğrusu. İlk öncə burada nə iş görürük? 3 dəfə 6, 3-ü vururuq 6-ya, eləyir 18. Axı 18-in də üzərinə 3 gəlməliyik. 3 gəlməliyik ki, ümumi tapmalıyıq. Bu da eləyəcək, daha doğrusu, yox, mən səhv getdim, bir dəqiqə. Elə ümumi soruşur, neçə misal həll etməliyəm. İkisini birlikdə soruşur, misalı soruşur. Ona görə də olacaq C variantı. 28 ədədində 7 dəfə kiçik olan ədədi tapın. 28-dən 7 dəfə kiçik olan ədəd 4 olmuş olacaq A variantı. Baxırıq 4-də. 4-də bizə deyir, birinci qabda 4 litr, ikinci qabda bundan 10 dəfə çox su var. İkinci qabda neçə litr su var? Təbii ki də birincidə 4-dür. Burada da 10 çoxdursa 40 litr su var. Cavab C variantı. Baxırıq 5-ci tapşırığa. Birinci abaqda 42 aşıq, digərində bundan 7 dəfə az aşıq var. İkinci abaqda neçə aşıq var? Təbii ki də 6. 42-ni bölürük 7-yə, eləyəcək 6. B variantı. Baxırıq digər tapşırığa. Hansı ədəd deyir? Hansı ədədi 9-a vursaq 72 alınar. Təbii ki də 72-ni 9-a vuraraq 8 almış olarıq. Müəllim 14 şəkərburanı 7 şagirdi. 14 şəkərburadı 7 şagird arasında bərabər payladı. Hər şagirdə 2 şəkərbura düşdü. 8-də 56 ədədini 8-ə böldükdə, 56-nı 8-ə böldükdə qismət neçə alınır? Təbii ki də 9 alınmış olacaq. Daha doğrusu 7 alınmış olacaq. Üzrlü sayın 7 almış olacaq. Daha sonra 9-cu tapşırıqda bizə deyir ki, 81 ağac hər sırada eyni sayda olmaqla 9 sırada əkildi. Hər sırada neçə ağac əkildi? 81-i də 9-a böləndə eləyəcək 9C variantı. Baxırıq digər tapşırığa. 20-dən 4-ün 5 misli, bax 21-dən 4-ün 5 mislini çıxsaq, 4-ün 5 misli neçədir? 20. Cavab neçə alarıq? 5 nə? Cavabı 1 almış olaraq cavab A variantı. Uşaqlar, izahımız bu qədər. Video izah sizə faydalı oldusa, öyrədici oldusa, dostlarınızla bölüşməyi, kanala abunə olmağı və bizə dəstək üçün ətrafınızla bölüşməyi unutmayın. Davamlı olmağını da istəyirsinizsə, şərh bölməsində fikirlərinizi yazıb bizə bildirə bilərsiniz. Bugünlük bu qədər. Hələlik.